Hər vaxtınız xeyir olsun. Real sizə Göygöldən xəbər verir. Artıq Yaylaq Festivalının, Xan Yaylağının ikinci günüdür. Bugün artıq dördüncü dəfə olaraq Göygöl bu festivala ev sahibliyi edir və ikinci gündə insanlar yenidən bura axın edirlər və milli musiqilərlə, milli adət-ənənələrimizlə, eyni zamanda əl işləri ilə və yeməklərlə tanış olurlar. Paytaxtdan yanaşı bölgələrdən də bura xüsusi axınlar var. Eyni zamanda Azərbaycana gələn xarici qonaqların da diqqətini çəkir bu festival və bura gəlirlər Azərbaycanın adət-ənənələri ilə, mentaliteti ilə, yeməkləri və əl işləri ilə tanış olurlar. Onu da qeyd edeyim ki, bugün saat 7-dən etibarən artıq Xan Yaylağının açılış mərasimi olacaq. Açılış mərasimində rəsmi şəxslər, Gənclər və İdman naziri Fərid Qayıbov, eyni zamanda digər qonaqlar olacaq və Fərid Qayıbovun çıxışı gözlənilir. Eyni zamanda konsert proqramı ilə tədbir davam edəcək. Hazırda isə insanlar, bura gələn qonaqlar vaxtlarını səmərəli keçirirlər, yallı gedirlər və musiqilərlə tanış olurlar. İsa'dan xahiş edəcəm o mənzərəni sizə göstərsin. Bəli, milli musiqilərimiz, adət-ənənələrimiz qonaqlara nümayiş etdirilir. İnsanlar burada səmərəli vaxt keçirirlər. Eyni zamanda onu da qeyd edeyim ki, xarici qonaqların da diqqətini çəkir və onlara da burada mədəniyyətimiz nümayiş etdirilir. Xüsusilə də Türk dövlətlərindən olan turistlər, qonaqlar bura axın edirlər və vaxtlarını səmərəli keçirirlər. Bir daha qeyd edeyim ki, bugün Milli Yaylaq Festivalının açılış mərasimi olacaq. Açılış mərasimi çərçivəsində rəsmi qonaqların çıxışları gözlənilir. Eyni zamanda konsert proqramı ilə davam edəcək. Milli Yaylaq Festivalı isə iyulun 26-sında başa çatacaq. Mənim bu saata çatdıracaqlarım bunlar idi. Siz isə Realı izləməyə davam edin.